Selamünaleyküm, hörmətli izləyicilərim. Həmişə hər vaxtınızı Allah xeyrə yazsın. Bugün mənim əskər yoldaşlarımdan biri, rayonda yaşayan yoldaşlarımdan biri zəng vurub məndən soruşur ki, Hacı, İslamda Cadu bayramı diye bir şey var. Tövbə estağfirullah. Mən də İslamda Allah'ın kitabı olan Kur'an-ı Kerim'de bildirilen iki bayramın olduğunu bildirdim. Ramazan ve Kurban, milli bayramımız da olan Novruz bayramını. O cümleden devletimizin kabul ettiği kanunlar esasında geçirdiğimiz bayramlar var. Cadu bayramı diye bir şey yoktu. Cadu, bu cadu sözünden de cadı bayramı, cadu. Bu bayramı da güya ki məktəblərdə keçirirlər, bağçalarda eləyirlər. Məktəblər, bağçalar da səhv eləmirəmsə Təhsil Nazirliyinin müəssisələridir. Çox qəribə bir təzad yaranır. Azərbaycan müsəlman ölkəsi. Biz İslam Konfrans Təşkilatının üzvüyük. O cümlədən bizi tanıyan ölkələrin böyük əksəriyyəti bilir ki, biz müsəlman ölkəsiyik. Əhalinin 90%'dən çoxu İslam dini Allah'ın dini olan İslam'a itaat edir. Bu Cadu bayramı hardan çıxdı? Bu Təhsil Nazirliyində işləyənlər hansı ölkədən gələn bütpərəstlərdir və yaxud da İsraildən gələn cadugarlar mı? Bu şamandılar mı? Nədirlər? Bu hansı ağılla, hansı məntiqlə bu bayramı keçirdirlər? Özdə qeyri-rəsmi. Qardaş, hər şey qoydum qırağa. Siz Allah'a nə cavab verəcəksiniz? Ay məmurlar, ay məktəblərdə, bağçalarda nizam intizama, təhsilə, tərbiyəyə, əxlaqa, mənəviyyətə, milli dəyərləri öyrədən insanlar güya. Bizim tarixin hansı səhnəsində bizdə cadugarlar olub ki, siz onu da bayram edirsiniz? Allah'ınızdan qorxun, hökumətdən bu işə məsul olan şəxslər, Allah qarşısında cavab verəcəksiniz siz. Vallahi Allah qarşısında, bu dünyada, bu ölkədə qanun qarşısında cavab verməsəz də belə, hərçənd bizim bu qanun ölkəsiyik biz. Qanunlarla işləyən bir ölkəyik, yaşayan bir ölkəyik. Bu qanun keşikçiləri hara baxırlar? Bu qanunda olmayan bir bayramı nə tər keçirdirlər? Novruz bayramı ölkənin qanununda var. Novruz bayramı filan tarixdən filan tarixə qədər Novruz şənlikləri keçirilir ölkədə. Ramazan, Qurban var, rəsmi olaraq bildirirlər. Bu Cadu bayramı nədir? Ay kişi, siz kimə qulluq edirsiniz? Siz hansı düşmənə qulluq edirsiniz? Bu ölkənin düşmənləri acımış, biri də içimizdən siz keçirsiniz də. Bu cadugarlar xaricdən gəlib bu bayramı keçirtmirlər ki. Bu bayramı keçirdənlər ağlınızı başınıza yığın. Mən kiməm ki, mən səhədə qorxuzat gəlmirəm, xəbərdarlıq edirəm. Mən Allah'ın bir aciz qulu, Allah'ını tanıyan bir insan və bilirəm ki, belə şeylərdən ötürü Allah'ın cəzası var. Kitabda da bunu bildirir. Bari kitab oxuyun da siz müsəlman ölkəsini nəyə çevirirsiniz? Bir vaxtı şəhərin küçələrində boyunlarından mıncıqlar asıb, qollarından bu mıncıq filan mıncıq 7-8 dənə nakolka bir qulağında deşib asırdılar. Burnundan asan var. Bu Hindistandan gəlib burada at oynadılar. Nə deyim valla mən bilmirəm, söz tapa bilmirəm. Belə şeye niyə ölkə qanun keşikçilər yol verirlər qardaş? En büyük təhlükə odur. En büyük təhlükə odur. Milletin, əhalinin əcdaddan qalan mirasının degradasiya olması en büyük təhlükədir. Bu milletin asanlıkla silinip yok olmağı üçün bir zemindir.
Sonra siz hansı Azərbaycanın hökuməti olacaqsınız, idarəçiləri olacaqsınız, ha? Qətiyyən belə şey yol vermək olmaz. Təhsil Nazirliyi bu məsələyə ciddi yanaşın. Yəqin ki, sizin bundan xəbəriniz yoxdur. Yəqin ki, əgər xəbəriniz varsa çox pis və bu işə son qoyun. Azərbaycan adlı məmləkətin məktəblərində Cadu bayramı diye bir şey keçirilməməlidir. Oyaq olun. Oyaq olun. Düşmən 24 saat yatmır. Şeytan da yatmır. Biləsiz ha. Düşmən 24 saat fikirləşir ki, bu millətə hardan bir zərbə vuraq. Bu millətə, bu hökumətə hardan bir zərbə vuraq. Bu dövləti çöktürmək üçün, bu dövləti sökmək üçün, bu dövlətin qazandığı nailiyyətləri puça çıxartmaq üçün nə hoqqalardan çıxaq deyə 24 saat fikirləşir. Əgər ölkəmizi, xalqımızı, dövlətimizi fikirləşən sizsə, siz gərək 25 saat yatmayasınız. Ki bunun qabağını ala biləsiniz. Gecə gündüz ayıq olun. Televizorlarda bir cür pozğunçuluğu yayırlar. Bunun qabağını alan yox. Məktəblərdə o cür pozğunçuluğu alırlar. Alan yox. Vaxt eşidirsən ki, televizorda məlumat verirlər. Filan məktəbdə tabletkalar tapdılar, dərman tapdılar, nə bilim, nə edilər. O məktəbli bunun qarnına bıçaq soxdu. O hansısa məktəbdə əxlaqsızlıq elədilər. Belə şey mi olar? Siz nə danışırsınız ki? Rəhmətli Heydər Əliyevin vaxtında olsaydı, vallahi, billahi sizə həmən günü bir cəza verdilərdi. Siz bu ölkəni idarə edənlər deyirlər ki, müstəqil Azərbaycanın memarı Heydər Əliyevdir. Allah ona rəhmət eləsin. Memarı Heydər Əliyev olan bir ölkənin insanların, vətəndaşlarını pozmağa, əxlaqsızlığa, mənəviyyətsizliğə, pozğunçuluğa, narkomaniyaya, filana itələməyə, sövq etməyə, topoy millət yetişdirmək üçün nə haqqınız var? Nə haqqınız var? Onu, o kişinin ruhunun ahımı deyim, nəyimi deyim, vallahi sizi tutacaq. Vallahi tutacaq ha, özünüzü yığışdırın. Bu millətə bu qədər zərbə vurmaq mı olar? Bəs sizi hansı kökdənsiniz, hansı qanlansınız? Nə qanı daşıyırsınız siz? Harada siz tərbiyə alıbsınız? Harada kim sizi belə hazırlayıb ki, bu millətə elə gecə gündüz zərbə vurasınız? Bu xalqa, bu dövlətə, bu hökumətə. Hə? Olmaz belə. İnşallah mən əminəm, aidiyyəti qurumlar, aidiyyəti xidmət sahələri bu məsələ ilə maraqlanarlar. Hansı rayonlarda bu keçirilirsə, o rayondakı idarə edənlər məsuliyyəti cəlb olmalılar. Hardan bu qaynaqlanır? Bir də ki, ay jurnalistlər, danışanda ağzınıza çullu dovşan sığmır. Ay biz media işçiləri filan beşməkən haqqı ədalət. Belə mi haqqı ədaləti qoyursunuz? Siz bilmirsiniz Azərbaycanda nə baş verir? Hə? Bunu da yazdırmaq üçün xüsusi olaraq sizə sponsor mu eləmək lazımdır? Sizin vicdanınız hardadır? Hə? Niyə belə şeyləri aşkar edib işıqlandırmırsınız ki, bunun qarşı tez alınsın? Vallahi yazıqdır bu millət. Və bir möcüzədir ki, bugünkü günə qədər biz Allah'a şükürlər olsun yaşayırıq. Çox şükürlər olsun Allah'a. Allah Teala öz mərhəmətini, rəhmini, salamını, sədaqətini, vəfasını, şəfqətini bu millətdən əsirgəməsin. İnşallah güman edirəm ki, bunun qarşısı alan tapılar və mətbuatda da bu işıqlanar. Bu cadu bayramı nə deməkdir? Hardan qaynaqlanır? Kimdir bunu körükləyən? Niyə bizim uşaqlarımızı yoldan çıxarırlar? Ha? Hara sürüklüyorsunuz siz bizim gələcəyimizi? Əxlaqsızlığa, küfrə, tərbiyəsizliyə, asiliyə, ha? Hara? Ən vacib olan da Allahsızlığa. Allah kömək olsun. Allah bu fitnənin və belə fitnələrin, zalimlərin zulmünün qabağını alsın. Bu milləti Allah qorusun. Sağ olun.